75 sayılı tam orta məktəbin 2A sinif şagirdi Hüseynov İbrahim. Qoyun və canavar. Azərbaycan xalq nağılı. Bir gün canavar qoyuna rast gəldi. Canavar dedi: "Mən bu saat səni yeyəcəm." Qoyun ona belə cavab verdi: "Niyə özünə əziyyət verirsən? Dağın ətəyində dayan və ağzını geniş aç. Mən də dağdan aşağı var gücümlə qaça-qaça gəlib lap boğazına tullanaram." Canavar razılaşdı. Dağın ətəyində dayanıb ağzını açdı və gözləməyə başladı. Qoyun dağdan aşağı qaça-qaça gəlib canavara elə zərblə toxundu ki, o yerə sərələnib huşunu itirdi. Qoyun isə elə götürüldü ki, heç izi tozu da qalmadı. Canavar yerdə xeyli huşsuz qaldıqdan sonra özünə gəlib fikirləşdi ki, görəsən qoyun qarnımda qaldı, yoxsa deşib çıxdı?